icazənizlə vətənimizin azadlığı, istiqlaliyyəti, suverenliyi, bütünlüyü uğrunda mübarizə aparmış və 30 ildən artıq düşmən tapdağı altında olan torpaqlarımızı özümüzə geri qaytaran, lakin özləri geri qayta bilməyən şəhidlərimizin ruhunu bir dəqiqəlik tutma yad edir. Allah razı İndi isə müstəqil Azərbaycan Respublikasının dövlət himni səslənir. Öz milletin öz şərtin var. Vətən uğrunda ölenler ölümünden doğmuş. Biz vətən məzmunu el aşığı tüm əskəriyiz. Biz vətən namına ölsək, dirilərdən biriyiz. Mənim öz umcudunu bağrına batmış kralım. Devi önden gölü bayraktaki güçmekten alın. Sen bütün bayrağın altında meramınca yaşa. Koyma düşmən ləxətindən ona çirkab bulaşar. İstiqlal şairi Bəxtiyar Ey vətən oğlu! İstiqlal şairi Bəxtiyar Vahabzadə adlı tədbirimizin açıq elan edir və tədbirin iştirakçıları adından hər birinizi salamlayırıq. Bəxtiyar Vahabzadə, yəqin ki bu imza hər kəsə tanışdır. Bəxtiyar Vahabzadə Azərbaycan xalqının şairi, görkəmli dramaturg, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim olmuşdur. Bu il Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Məhz elə bu münasibətlə də 2025-ci il başlayan kimi fevralın 21-də Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinin qeyd olunması barədə sərəncam imzalamışdır. Həmin sərəncama uyğun olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi tədbirlər plan işləyə hazırlanmış və bütün məktəblərdə tədbirlərin keçirilməsini qarşıya bir məqsəd kimi qoymuşdur. Bizim məktəbimizdə məktəbimizin direktoru hörmətli Elnarə xanımın tələbi və
Direktor müavini İlahə xanımın rəhbərliyi altında silsilə tədbirlər həyata keçirilmişdir. Bəxtiyar Vahabzadəyə həsr olunmuş seminarlar, dəyərli masalar, inşa müsabiqələri, şeir müsabiqələri keçirilmişdir. Bugünkü tədbirimiz isə İstiqlal şairi Bəxtiyar Vahabzadə adlanır. Tədbirlərin keçirilməsində ədəbiyyat müəllimlərimiz fəal iştirak etdilər. Bugünkü tədbirin ərsəyə gəlməsində isə ədəbiyyat müəllimlərimiz Afət müəllimə yaxından iştirak edir. Çox sağ olsun, bir kitabxanaçı olaraq təşəkkürümü bildirirəm. Çünki Bəxtiyar Vahabzadə yaradıcılığını öyrənmək, ona nəzər salmaq, onu gələcək nəsillərə çatdırmaq, təbliğ etmək bir kitabxanaçı olaraq bizim də borcumuzdur və ədəbiyyat müəllimlərinin borcudur. Eyni zamanda özünü vətəndaş hesab edən bütün Azərbaycan vətəndaşlarının, Azərbaycan xalqının da borcudur. Bugün o borcun məsuliyyətini özündə hiss edərək Bəxtiyar Vahabzadə işinə toplaşan, bu tədbirə tamaşa etmək üçün gələn müəllimlərimizin, valideynlərimizin, şagirdlərimizin və hər birinə tədbir iştirakçıları adından öz təşəkkürümüzü bildiririk. Bəxtiyar Vahabzadə haqqında çox danışmaq olar, uşaqlar danışacaqlar onun həyatı haqqında, yaradıcılığı haqqında. Mən Bəxtiyar Vahabzadə haqqında Ulu Öndər Heydər Əliyevin bir fikrini sizə çatdırmaq istəyirəm ki, məncə o Bəxtiyar Vahabzadənin həyatını, yaradıcılığını tamamilə qiymətləndirmiş, dəyərləndirmiş olacaq. Ulu Öndər Bəxtiyar Vahabzadəyə bir məktubunda yazırdı. Sizin şəxsiyyətiniz və yaradıcılığınız xalqın milli təfəkkürünün formalaşmasında mühüm rol oynamış. Siz daimən xalqınızı istiqlala, mübarizəyə, milli dirçəlişə səsləmisiniz. Siz əqidəsindən dönməyən şair, ən çətin anlarda belə silah güc qarşısında boyun əyməyən bir şair, mübariz millət vəkili, eyni zamanda yorulmaz ictimai xadim olmuşsunuz. Doğrudan da çox yerində deyilmiş sözlər və Bəxtiyar Vahabzadənin Azərbaycan xalqı qarşısında xidmətləri sonsuzdur. Xüsusilə onun Azərbaycan dilinin saflığının qorunmasında olan xidmətləri, torpaqlarımızın suverenliyi, müstəqilliyi, bütövlüyü uğrunda mübarizəsi, Türk xalqlarının, Türk millətlərinin birliyi uğrunda mübarizəsi əvəz olunmazdır. Yəni çox danışmaq olar. Doğrudan da Bəxtiyar Vahabzadə haqqında mən sonda Bəxtiyar Vahabzadənin çox sevdiyim bir şeirini, bir salama dəymədi şeirini söyləməyə çalışacağım. Əgər yaddaşım məni yanıltmasa, icazənizlə. Bir salama dəymədi. Bugün mən səni gördüm, salam vermək istədim, üzünü yana tutdum. Söyləyən illərdən bəri qəlbimizin bir duyub, bir vurduğu illər axır, nə tez unutdum. 105 ildə gözümüzdən axan o qanlı sellər bir salama dəymədi. Həyəcanla, fərəhlə, sevgilə döndürlər bir salama dəymədi. Heç üzümə baxmadan gəlib yanımdan keçdin, sən eşqin salamını qorxuyan dəyişdin. Yoxsa sən öz əhdinə, ildarına ağ oldun, o qədər yaxın ikən bu qədər uzaq oldun. Şirin gülüşlərimiz, acı fəlanlarımız bir salama dəymədi. Qayğılı anlarımız, qaygısız anlarımız bir salama dəymədi. Sən nə etdin, bir düşün. Mən indi anladım ki, sən daha mənim üçün bir çatmaz çiçəksən. Yaşanmış günlərim tək geri dönməyəcəksən. Qoy ey tufan, əsəyim, xəzər olun, tökülün. Düz peşində qəlbimdə bəslədiyim o hisslər bir salama dəymədi. Ah cəhdin başın üstə yarpaqlar əsdi gülüm, sənin qəlbin əsmədi, arxana da baxmadın, niyə sənin yolunu məhəbbətin kəsmədi? Qazancımız diplom ol, verilməyən o salam, əlvidamız oldu mu? Sən mənə zülm eylədin, mənə zülm yaraşır,
bir salama değmeyen eşkə ölüm yaraşır. Eşkə ölüm yaraşır. Sevamlı şairlərine, bizim gələcəyimizin qurucularına, əziz şairlərimizə verdik. Buyurun uşaqlar. Dünyaya bir körpə götürdü. Ata və anası körpələrini qucağına alır. Üzlərində sevinç qarışıq bir kədər üstünür. Uşaqlarını övladları olmayan digər oğullarına vermək. Qardaşına ata, onun yoldaşına isə ana deyərək böyüyəcək gözlər. Yalnız 21 il sonra öyrənəcək həqiqəti. Bəlkə də ondandır sevinci, xoşbəxtlik deyil, kədəri, qəmi seçməsi. Bəlkə də ondandır ana şeirini bu qədər həssaslıqla, səmimiliklə gəlib anlaşır. Bəlkə də ondandır Şəkilə doğulan bir körpənin Azərbaycanı bəxtiyar etməsi. Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 6-da Şəkidə anadan olur. Adı Bəxtiyar olur, amma bəxti nə qədər yar olur, bu biraz sualda olur. Azərbaycan Respublikası Rus İmperiyası tərəfindən işğala məruz qalmışdır. Azərbaycanın hər tərəfində Qızıl Ordu xalqımızın müqavimətinə rast gəlirdi. Bəxtiyarın ailəsi də bu müqavimətə qarşı üsyan edən və cəzalandırılan ailələrdən biri idi. Elə bəlkə də buna görə Bəxtiyarın körpə qəlbində millətini, xalqını, vətənini belə dərindən sevməsi üçün şərait yaranır. Bəxtiyar Vahabzadə 3-cü sinifə qədər Şəki məktəbində təhsil alır. 1934-cü ildə isə ailəsinə birlikdə Bakıya keçir. Nənəsinin nağılları, laylələrlə böyüyən Bəxtiyar Bakının xaosuna, saxtalığına alışa bilmir. Məktəbdə müəllimi Şəki ləhcəsi ilə danışdığına, rus dili bilmədiyinə görə onu tez-tez danışır. Bəxtiyarın mübarizəsi getdikcə böyüyür, üsyankarlığı isə artırdı. Daxilindəki sarsıntıları şeirlərə köçməyə başlayırdı. Nəticədə Bəxtiyar oxuduğu məktəb dəyişir, ancaq sarsıntıları dəyişmir. Ana dilinə sevgisindəndir ki, 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində daxil olur. 1947-ci ildə oranı bitirir. Məktəbdə yaşadığı sarsıntıları vətəninin övladları yaşaması deyə universitetdə müəllimlik fəaliyyətinə başlayır. Hələ universitetdə oxuyarkən Ədəbiyyat Dərnəyinin fəallarından idi.
1945-ci ildə Yazıçılar Birliyinin üzvü olur. Universiteti bitirdikdən sonra doktorluq dissertasiyasını müdafiə edir və 1950-ci ildən 1990-cı ilə qədər universitetdə müəllif fəaliyyətini işləyir. Bəxtiyar Vahabzadənin şeirləri lirik, romantik, realist, satirik fəlsəfi tərəfləri özündə cəmləşdirirdi. İkiyə bölünmüş Azərbaycan və Arazın o tayındakı soydaşları Bəxtiyar Vahabzadəni narahat edirdi. 1951-ci ildə Cənubi Azərbaycandakı soydaşları ilə görüşmək nəsib oldu. Və qayıtdıqdan sonra isə yaradıcılığının zirvəsi sayılan Gülüstan poemasını yazdı. Həbs olunacağını, sürgün olunacağını, güllələnəcəyini bilə-bilə. Elə düşündüyü kimi də olur. 1959-cu ildə Şəkidə yazdığı poemanı Fəhlə qəzetində dərc etdirir. Onun ölümü, hətta sürgünü də planlaşdırılır. Amma o vaz keçmir və gələcəkdə yazdığı poemanı Sandıqdan Səslər adı ilə çap etdirir. Moskvanın iki fərqi idi. Bəxtiyar Vahabzadəni işindən döndürmək. Bu məqsəd olan mükafatlar verilir, Ali Sovetin deputatı seçilir, hətta Heydər Əliyev ona Lenin haqqında poem yazmaq təklif edir. Vahabzadə üçün Gülüstandan sonra Lenin haqqında poem yazmaları nə ola bilərdi? O seçim qarşısında qalmışdı. Poemanı yazır, lakin Lenin dili ilə SSR-ni tənqid edir. Beləliklə o, çarəni ölkələrin adlarını dəyişməklə şeir yazmaqda tanımışdı. Vahabzadə təkcə şair deyildi, o dövrün ideologu idi. Milli ideoloji xətti canlı saxlamaq üçün əlindən gələni edirdi. Azərbaycan teatr səhnələrində vicdan, hara gedir bu dünya, rəqabət kimi pyesləri çox diqqət çəkirdi. Amma bunlardan ən diqqət çəkəni özümüzü kəsən qılıncdır. Şair əsərdə türklərin öz-özlərini parçaladığını, birliklərini qoruya bilmədiyini xüsusilə vurgular. Onun mübarizəsi, Türk dilinin ortaq istifadəsi, Türk dövlətlərinin birliyi, bərabərliyi idi. O, müsəlman və Türk dünyasının Sovet İmperiyası daxilində ərinməsinə, yuxa çıxmasına qarşı idi. Bəxtiyar Vahabzadənin şeirlərində özünü dərk var. Özünü dərk Allaha gedən yoldur deyir şair. 80-ci illərin sonlarından azadlıq çıxışları geniş vüsət almalıdır. Azadlığa qovuşmağı atan xalqın dilində Bəxtiyar Vahabzadənin şeirləri var. Özü isə ön zərgələrdə yer alır. 1990-cı ildə Rus Thank you.
Gücsüzük, bir heçik, sən də, mən də tək. Vətənə güvənib olduq vətəndaş. Mənim ürəyimi qanatsın gərək, sənin dırnağına dəyən çıxma daş. Vətəndaş, nə gözəl səslənir bu söz. Yəni, bir iqlimdə böyümüşdük biz. Səni də, məni də böyüdən vətən, sənə də anadır, mənə də anadır. Sən də cavab deysən, mən də hər zaman, vahid anamızın xoşbəxtliyinə. Vətəndaş, nə gözəl səsləndirsiniz. Yəni, bir qaynaqdan su içmişik biz. O su qəlbimizdə coşdu, qaynadı, eyni bir ad ilə tanındı bizi. Vətənin ünvanı, vətənin adı bizə xatırlatdı vəzifəmizi. Vətəndaş, nə gözəl səsləndirsiniz. Vətən əbədidir, gedərik biz, insan qüvvətlidir öz vətənindən. Bilirik dünyaya biz niyə gəldik. O bizi yaradan, biz ona bəndə. Yaradan uğrunda ölməyə gəldik. İlkiden çok hayvan müellif. Onlardan biri de Akıncılar Poeması. Hayvan 1976-1978 yıllarda yazılmıştır. İki hisseden ibaret. Birinci sene ananın öz balasını atması, körpəyə verir. İkinci hissədə isə övladların öz valideynlərini atması, qocalar evi təsvir edilərək onlar arasında vəhdət yaradır. Şair bu acı həqiqətlər arasındakı tarihini kendi müstəvisini çıxararaq onun milli mənəvi dəyərlərlə müqayisə edir və inanılmaz dəyişiklikləri cəmiyyətli insanlara və insanlığın cəmiyyətə qarşı ögey münasibətində görür. Şair deyir, ümidə yas tutur, ağlayır güman, qeyri şərləyir, şərəf dost deyir. Sevilib sonra da atıldığından o da balasını atmaq istəyir. İndi isə Bahaqlardan Akıncılar Poemasına səhnələrə talaş edir. Seçilir fikrinə, etməyə fikirlər. Körpəni aramlar düşdü qızlara, qası sinəsinə qaxdı ayağa. Analıq, balalıq, bu mudur məgər? Çəkdim qayğısını bircə həftəmə. Yolumun üstündə bala bir çəpər. O tərəfdə arzum, bu tərəfdə mən. Basıb sinəsini körpəsinə. Getdi, iki addım atmamış ona qəlbinəsə dedi. Adının səsini bənzətdi o qapı özünə. Necə keçəcəkdir günüm, rüzgarım, neynəyim? Anamdan, atamdan özgə, mən kimə atım, kimə yalvarım? Atanın ananın günahı varsa, onun cəzasını övlad çəkməli. Özgələr bilməsin dedim dərdimi, özüm öz içində yedim dərdimi. Ahıma səs verər, öz ahım oldu, istini yaz bildim, yaz açılmadı. Bəzən bir canın yanıltısından bütün bir ömrü ulduzur insan. Yaşamaq bir insan kimi, kimlə asandır, kimlə çətin. Hara getdiyi heç kəsdirmədən, elə addımlayır, elə gedirdi. Külək vıyıldayır, qar soğururdu. O yenə dayandı, o yenə durdu. Bəlkə yolu azıb, sonuncu mənzil bəllidir. Çatdı bir həyətə, döyüşdü. Bir sağa çevrildi, bir sola baxdı. Boylanıb həyətdən o yola baxdı. Girdi bir dəhlizə, mərmər pillələr daş üzrə bənzər. İstədi qayda, ancaq balan ailəsindən uzaqlaşdı o. Dondu dodağında bir can kəlməsi, qaldı qulağında körpənin səsi. Körpənin yerinə indi də zindan, asıldı ananın dolqalarından. Çatdı mənzilə, taqətsiz bir hal. Keçdi ailə, alilər, qaralı ağlı, dəniz nərisi, su şırılsı, yarpaq çırpısı, yel yırısı. Onun qulağında ana axtaraq, körpə balasının hıçqırığıydı. İnsan bir əli ilə yandırır ancaq, o bir əli ilə vurur dizdən. O da dizdən vurub ağladı, oturub ağladı, durub ağladı. Ömrümün düz yolu necə ildi? Yanıb kül olmadım, yanıb ayıldım. Mən seçə bilmədim xeyri şərdə. Düz düzü gətirir, əyri əyrini. Qorxuram yenidən, səhv eləyim mən. O qədər ah çəkdim, ahım, amanım. Bir anə könlümdə tüstü bağladım. Ümidlə, inanla yaşayır ana. Günləri, ayları ötüşür belə. Çöldə bayırda bir uşaq gördüyü, baxır diqqətlə atır zərbələr.
Belədir əzəldə, belədir qayda. Tapmaq çətin olur, itirmək asan. İndi ağlayarsan, ancaq nə fayda? Öz yıxılanın ağlamağında. Bəs körpə, nə yazdı bəxtinə rüzgar? Körpələr evdə verirlər onu. Atalı, analı, yetim balalar. Yaxşı ki bilməyir atıldığını. Yaxşı kökümən, yaxşı ki dövlət. Yenə sahib çıxır atılmışlara. Tək qaldı. Bəlalar öptü başından, dərdi qabaqladı, kədəri öptü. İki nər cüssəli, bala böyüktü. Biri çatan kimi ay yedisinə, səs verdi vətənin çağırış səsinə. Getdi od içinə, getdi, gəlmədi. Gənc ömrü yarımçıq getdi, gəlmədi. Ana kiçiyinə ümid bağladı, dərdini gizlətdi, gecə ağladı. O bircə arzuya, bircə niyyətə, verdi ürəyini, verdi büsbütün. Ana öz işini tamam bitirdi. Bitirdi, hər şey demək bitirdi. Geyilib bir atılmış paltar kimi, insan da bu zaman gərəksizləşir. İnsan da bu zaman gərəksizləşir. Köhnəlik qaynana, yenilik gəlir. Gəlin qaynananı güçlü bucağa. Köməyə çağırdı ana oğlunu. Oğul danışmadı, durdu kilmiş. Ana bilmədi ki, bu imiş sonu. Gəlin gələn kimi oğul bitirmiş. Elə ki qocaldın, bil öz yerini. Oynaya bilmirsən, gözüm hər şeyə. Əladın olur ki, gördüklərini vurasan həmişə görməməzliyə. Bu da nöqsanıdır, qorxud bədəni. Döksən axışında yanıldı ləqqaş. Oğulu anadan ayıran gəlin, gəlin yox, ayıran çaldılar kaş. Oğul yoldaşına haqq verdi yüz yox. Ananın könlündə düyünləndi daş. Ümidlərim, arzularım gördüm talanmış. Ayıran dırnağı ətdən ayırdı. Gördüm ki, oğul deyil. Gördüm ki, unutmuş zərərdən xeyir. Ana öz işini tamam bitirdi. Bitirdi. Hər şey demək bitirdi. Bu dünya belədir, baxmır fəryada. Vəzifən bitdimi sənin dünyada? Özünü bitmiş bil, özünü qardaş. Bu dünya belədir, götürə bilmir. Saxta bir bəzəyi, saxta bir sözü. Nəfs artıq tükənir, ötürə bilmir. Gərəklik bilirlərsə dünyada səni. Böyründə, başında dost görəcəksən. Elə ki itirdin gərəkliyini, dünyada hər şeyi itirəcəksən. Yerləri astaca dəyişir zaman. Baxmır fəryada, nə göz yaşına. Dünəni bu günü qalxır başına. Gecələr yatmadım, yatasan deyə. Böyüdüm, çatdırdım sənə ərsəyə. Mən səni həm anan, həm atan oldum. Axırda beləcə aldanan oldum. Ananı özünə yad tutdun oğul. Borcunu nə yaman unuttun oğul. Adicə bir işdir, bala etmək. Ananın analıq təbiətinə, məlum gerçəkləri dilə getirmək. Yaraşmır ay ana ləyaqətinə. Ay ana, asandır borcu qaytarmaq. Sevgini qaytarmaq çətindir çətin. Övladlıq borcunu ödəmək ancaq əvəzi deyildir hələ sevgini. Övlada borcunu yada salanda ana sevgisini umur oğuldan. Borcunu istəyir borcludan. Yığılıb məclisə dostlar, tanışlar, oğul ad yerini keçirir. Qapının dalında dayanıb ana, məclisi dinləyir. Sənin zəkana, sənin hünərinə biz ki məftunuz. Ana fərəhlənir, ancaq neyləsin, içəri girməyə ixtiyarı yox. Bu gözəl dünyaya səni bəxş edən, anaya afərin, anaya əhsən. Necə fərəhlənir, sevinir ana, qapının dalından baxır oğluna. Belə də dərd olar, oğlun olsun, onun şad gününə yerindən baxırsan.
İstədi keçib içəri, qışqıra deyə ki, Bayaqdan bəri əhsən dediyiniz ana mənəm mən. saxladı özünü azca, Mənəm onu böyüdüb özgəyə verəm. saxladı özünü azca, qımışdı. Səhərki söhbət yadına düşdü. Gəlin demişdi. Cavanlar gələcək, cavanlar ancaq. Bugünkü məclisə sənin dəxlin yox. Olmadı bir gün ona deyə. O şad gününü təbrik etdiyin. O oğlu kim doğub ay nankor gəlir. Bu sağlığın üstünə indi gələksən, ana mahnısını çalasan bizə. Övladın analıq məhəbbətindən qoy atəş siləsin ürəyinizə. Onun bir inanla qalxdı ayağa, divardan tarını aldı ürəklər. Ana ürəyini duya bilməyən, ana mahnısını çaldı ürəklər. İkinci oğul, anası bir kəlmə dedi. Çox sağ ol, sağ ol. Boğdu içindəki üsyan səsi, Neyləməli, beləymiş qədər. yığdı boğçasını, düyünçəsini, qocalar evinə köçdü bir səhər. Qocalar evinin dəhlizlərinə. Ömür kitabları sətir və sətir oxunur onların bənizlərindən. Nəzərsə danışır solğun baxışlar, orada təəssüf və təəccüb də var. Yox, bu ola bilməz. Atalar, analar atıla bilməz. Hansı əzabların şırınlarıdır? Üzlərdə açılan dərin yürüşlər, bir ömrün zirvəsi, tərəzi, çəkin. Gənclik arzuların uçuş nöqtəsi, qocalıq qonduğun sonuncu məskən. Sənə pıçıldayır ömrün zirvəsi. Düşün, nəyə qurban verirsən? Təkliyin qəmini tək özüm yedim. Əhvalı mövqatım heç sorulmadı. Neçə yol istənib gedirəm dedim. Bir yol qabağımı kəsən olmadı. Bizə təbiətin verdiklərini zaman alır, bizə qocalıq qalır. Hər gələn, gedənin tutur yerini, zaman təbiətdən intiqam alır. Eybi yox, dolanıb dövran. Yer ber eləyər, tez geç hamını. Alar mənim nəvəm öz atasından, bir gün babasının intiqamını. Üç oğul atası Çilingər əmi qocalar evinə yenicə köçmüş. Dünyanın kədəri, dünyanın qəmi elə bir çiynindən qəlbinə çökmüş. Qocalar evinin qaydalarına nə qədər çalışır, uyuşa bilmir. Yaman ağır gəlir, atılmaq mənə. Pəncərə önündən bir an çəkilmir. Onların bir sözü yalan olmadı. Ya haklı, ya haksız. Mən indiyəndə bir dəfə könlümü alan olmadı. Qolunu boynuma salan olmadı. Nədir Çilingər, nə fikirləşirsən? Yox, hələ yaşamaq istəyirəm mən. Nəsə yəni, bəs mən istəmirəm. Neyniyə bilərəm axı, ömür çox gedər. Gec ya tez, yarından bir gün gedəcək. İnsan iki dəfə yaşayır. Özümdədir vallahi hər günah. Olmaq istəmədim, heç kəsə möhtac. Dünya görmüş mən, deyirəm ay Allah, sağ gözü, sol gözü etməsin möhtac. Dövranın gərdişi belədir belə. Bu dünya əzəldən yaman dünyadır. Güclünü qaldırar çiyinlərinə, gücsüzü çiynindən atan dünyadır. Kimini qaldırar yerdən göylərə, kimini indirər göylərdən yerə. Yaxşını yamana, xeyri şərə,
doğrunu əyriyər, satan dünya. Zəhəri şəkərə qatan dünyadır. Özü haman dünyadır. Doğrusu bu dünya yaman dünyadır. Vaxtın, zamanın hökmünə bir bax. Zamandır hər fikrə yön verən ancaq. İnsan zaman ilə gəlir döş-döşə. İnsanı yetirən vaxtdır həmişə. Zaman var xəyalı çəkin zirvəyə. Zaman var məhv edir eşqi, niyyəti. Zaman var insanı qaldırır göyə. Zaman var köksünə gül taxır yeri. Zaman var düşünən, duyan kəslərin. Ağzına daş basır, qəlbi susturur. Zaman var uçurur, zaman var vurur. Zaman var yalana həqiqət deyir. Zaman var tanır tək, haqqa baş əyir. Neyləyim ancaq? Hər şeyi atadan öyrənir uşaq. Kitabam, gəl mənə aç verək. Gör nələr çəkmişəm bu zamanədən. Sən Türk diyarının öz övladısan. Doğrudur, sən indi qürbət eldəsən. Ancaq ürəyində yaşasın vətən. Vətənin öz dili, öz tarixi var. Ölsün vətənini tanımayanlar. Qoy sənin şeirində dil atsın vətən. Onun küləkləri, onun çayları. Biz ayrı düşsək də öz elimizdən. Qürbətdə ölməsin dilimiz barı. Sənin bu ilahi ilk məhəbbətin xalqının dilində yazılsın gərək. Belə övladları olan ölkənin əsməz qara yerlər başından bir an. Haqq sözün qəlbimi titrətdi mənim. Bu vətən torpağı qoy olsun gəlim. Vətəndə yaşayıb onun dilinə, ruhuna, zövqünə, doğma elinə, xor baxan şərəfsiz vətənsizlərə. Külfət namusunu çəkərmi görən, vətən namusu ilə yaşamayanlar. Heyhat, hələ çoxdur evli vətən, qohum qardaşını millət sayanlar. Mən vətən eşqi ilə ötən bir quşam. Mən sözdən elə bir süfrə açmışam. Ərəb də, əcəm də oradan pay umar. Ancaq o süfrədə ağız ləzzətim, mənim öz dilimdir, öz insanımdır. O dilə bağlıdır arzum, niyyətim. O mənim eşqimdir, həyəcanımdır. Dövran tez dolanır, illər tez gəlir. Biz də dəyişdik heyirdən ilə. Ömrün pillələri necə düz gəlir, ana təbiətin fəsilləri ilə. İlk bahar çağdır, uşaqlıq ömrün. Şıltaqdır, oynadır kəpənək kimi. Ömrün yay çağıdır, gənclik üst tutur. Coşqundur, dəlidir o külək kimi. Barlı bəhərlidir payız ömrü. İnsan da bar verir, əyir başını. Dünyanı dərindən dərk etmək üçün düşünür, gizlicə çatır qaşını. Ağarır saç-saqqal ömrün qışında. Həyat zəifləyir, axıra çatır. Əl-ələ verərək qoca yaşında. İnsan mürgüləyir, təbiət yatır. Ömrüm payız fəsli, sıxdı əlimi. Yoxsa qocalıram mən yavaş-yavaş. Payızda yarpağa xal düşən kimi düşdü saçlarıma dən yavaş-yavaş. Ağaclar soyulur, yer xəzəllənir. Fikir dumanlanır, gözlər zillənir. Güllərin üstünə enən tək enir. Mənim gözlərimə sən yavaş-yavaş. Soyur havalar, soyur bütün. Qısalır günbəgün. Axı yaxınlaşır qürub ömrü. Əyilir dağlardan gün yavaş-yavaş. Saralır get-gedə çöl, səmən, çayır. Körün həssatı ömürdən sayır. Bir səs qulağıma hep sıldayır. Bəxtiyar, göllərdən en yavaş-yavaş. Ana dilinin əhəmiyyətini hər zaman vurğulayır. O ana dilini millətin kimliyini və mənəviyyatını əsas təməli hesab edirdi. Bəxtiyar Vahabzadəyə görə ana dili sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın keçmişindən gələn dəyərlərini, tarixini və təfəkkürünü özündə əks etdirən birincidir. Bəxtiyar Vahabzadə ana dilinin qorunub saxlanmasını Azərbaycan xalqının milli kimliyini qoruması üçün vacib hesab edirdi. O ana dilini insanları keçmişlərinə bağlayan, mənəvi dəyərlər və mədəni hissi yaşadan bir vasitə kimi görürdü. Şairə görə ana dilinə sahib çıxmaq və onu mükəmməl bilmək hər bir şəxs üçün fəxarət mənbəyi olmalıdır. Bəxtiyar Vahabzadə sanki ana dilini qorumaq üçün dünyaya gəlmişdir. Bəxtiyar Vahabzadə ana dili şeiri. Dil açanda ilk dəfə ana söyləyirik biz. Ana dili adlanır bizim ilk dərsliyimiz. İlk mahnımız laylanı anamız öz südü ilə.
içirir ruhumuza bu dildə gülə-gülə. Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır. Bu dil bir-birimizlə rəhdi peymanımızdır. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil əcdadımızın bizə qoyub getdiyi ən qiymətli mirasdır. Onu gözlərimiz tək qoruyub nəsillərə biz də hədiyyə verək. Bizim uca dağların sonsuz əzəmətindən, yatağına sığmayan çayların hiddətindən, bu torpaqdan, bu yerdən, elin bağrından qopan yanıqlı nəğmələrdən, güllərin renklərindən, çiçəklərin iyindən, mil düzünün, muğanın sonsuz genişliyindən, ağsaçlı babaların əqlindən, kəmalından, düşmən üstünə cuman, o qıratın nalından qopan səsdən yarandı. Sən xalqımın aldığı ilk nəfəsdən yarandı. Ana dilim səndədir, xalqın əqli hikməti. Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış, ürəklərə yol açan Füzulinin sənəti, ey dilim qüdrətinlə dünyalara yol açmış. Səndə mənim xalqımın qəhrəmanlıqla dolu tarixi varaqladır. Səndə neçə min illik mənim mədəniyyətim, şan şöhrətim saxlanır. Mənim adım sanımsa, namusum vicdanımsa. Ey öz doğma dilində danışmağı ar bilən, bunu iftixar bilən modalı ədəbazlar. Qəlbinizi oxşamır, qoşmalar, telli sazlar. Qoy bunlar mənim olsun, ancaq vətən çörəyi, bir dana ürəyi sizlərə qənim olsun. Oğluyam, odu Allah sanmışam. Anam torpaq, atam od, mən oddan yaranmışam. Od kimi istiqanlı, sel tək dəliqanlıyam. Həyat qədər qədiməm, torpaq qədər şanlıyam. Məni yandırsalar da, suda batırsalar da, yenə mənəm, mənəm. Köküm üstə bitmişəm, şöhrətim var, şanım var. Mənim gələcəklə də öz əhdi peymanım var. Azərbaycan oğluyam, at belində doğuldum. Zamanın qazanında neçə dəfə dağ oldum. Mənim damarlarımda gür sellər çağlamışdır. Anam zəngilər üstə məni qundaqlamışdır. Azərbaycan oğluyam, 1000 ildir öz adımın keşiyində durmuşam. Silahım olmayanda nifrətimi barıt tək qəlbimə doldurmuşam. Hünər göstərməyincə adsız yaşamışam mən. Dədəm Qorqud ad verdi mənə öz hünərimdən. Yoluma nur çiləyən, qoluma qüvvət verən eşqim ustadım oldu. Adım doğdu hünərdən, hünərim adım oldu. Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə yaradıcılığının ən istiqamətlərindən biri türkçülük təəssüfkeşliyinin olmasıdır. Şair öz şeirlərində türk oğlu olduğunu, Türk dünyası ölkələrinin birliyinin vacibliyini dilə gətirmişdir. O, Azərbaycan Türkçə şeirində Azərbaycanla Türkiyəni sevinci, kədəri bir olan, eyni analar, eyni məsələyə xidmət etmiş, əzəmətli qəhrəmanlıq keçmişi, qədim tarixi ilə öyünməyə layiq iki qardaş ölkə kimi tərənnüm etmişdir. O, Azərbaycanı ana yurdum, Türkiyəni ata yurdum kimi adlandırmışdır. Dinimiz bir, dilimiz bir, eşkimiz bir, yurdumuz bir. Eyni arzu, eyni niyyət. Hər ikisi cümhuriyyət, Azərbaycan, Türkiyə. Eyni arzu, eyni niyyət, bir iki dövlət. Eyni arzu, eyni niyyət, hər ikisi cümhuriyyət. Azerbaycan, ikisi Cumhuriyet. Azerbaycan, Türkiye. Azerbaycan, Türkiye. Bununla da İstiqlal şairi Bəxtiyar Vahabzadə adlı tədbirimizin bədii hissəsi başa çatdı. İndi isə tədbir haqqında söz söyləmək üçün sözü çox hörmətli direktorumuz Elnarə xanım Zeynalov. Səhniyə dəvət edirəm, gəlsinlər mənim yanıma. Gəlin hər birimiz yanıma. Gəlin buraya. Biz balalarımız. Valideynlər və müəllimlər, hər birinizi salamlayıram. İlk öncə hər birinizin Cümhuriyyət bayramını təbrik edirəm. Cümhuriyyətimiz mübarək olsun.
Vahabzadənin 100 illik yubileyini qeyd etdik. Dövlət tərəfindən məktəblərin qarşısına standart qoyulub. Bu standartlardan biri də bu il bizim öhdəmizə düşən Bəxtiyar Vahabzadənin 100 illik yubileyini qeyd etməkdir. Bəxtiyar Vahabzadə tanınmış şair olub, publisist olub. Bəxtiyar Vahabzadə xalqını sevib, vətənini sevib, evini sevib, dinini sevib, prezidentini sevib. Ulu öndərimiz Heydər Əliyev cənabları rəhmətlik Bəxtiyar Vahabzadəni çox sevirdi. Həmişə onun haqqında yüksək fikirləri var. Və yüksək fikirləri indi də əgər internetə açıb baxsaz, maraqlı məlumatlar əldə etmək istəsəz, Ulu öndərimizin, Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin Bəxtiyar Vahabzadə haqqında dediklərini oxuyub öyrənə bilərsiniz və yaddaşlarınızda saxlaya bilərsiniz. Əziz valideynlərimiz, bugün bizim tədbirimizdə görürəm, valideynlər iştirak edir, hətta onların içərisində nənələrimiz də var. Bu bizim balalar şair kimi şair deyirlər, lakin şeir deyirlər. Rəqqasə deyirlər, rəqs edirlər. Müğənni deyirlər, mahnı oxuyurlar. Bu onların bacarıqlarıdır. Bu onların kiçik qəlblərinin biz böyüklərə ərmağanıdır. Onların qəlbləri sevgi ilə doludur. Ürəklərində olan sevgilərin bugün bizlərə təqdim etdilər. Gözəl çıxış etdilər. Gözəl rəqs etdilər. Gözəl mahnı oxudular. Bəxtiyar Vahabzadə yaradıcılığın bu qısa bir zamanda bizə mənimsətdilər. Onlardan bilmədiyimizi öyrəndik, bildiyimizi təkmilləşdirdik. Yaşlarının az olmağına baxmayaraq, bugün bizə çox şey dedilər. Mən onların hər birinə öz adımdan, sizin adınızdan dərin təşəkkürümü bildirirəm. Onların üzərində əməyi olan bizim Safra xanıma, kitabxana müdürü, kitabxanaçı Gönçə xanıma və Azərbaycan dili ədəbiyyat müəllimi Afət xanıma dərin təşəkkürümü bildirirəm. Çünki bu uşaqların ərsiyə gəlməsində, böyüməsində məktəblərin, müəllimlərin əməyi böyükdür. Bəxtiyar Vahabzadənin bir şeiri var. Safra xanımın sözü olmasın, unutmamışamsa, ürək haqqında bir şeir söylüyor o. Deyir, neyləyirəm o ürəyi, yox arzusu, yox diləyi. Bacarmırsa o sevməyi, demək o heç ürək deyil, o heç mənə gərək deyil. Ona görə ürəyi ona gərək olur. Sizin körpə ürəkləriniz sizə gərəkdir. Nəyə? O sevgi ilə doludur. Valideyn sevgisi, nənə-baba sevgisi, məktəb sevgisi, müəllim sevgisi, dost sevgisi, yoldaş sevgisi, vətən sevgisi, xalq sevgisi. Mənim də ürəyim mənə lazımdır. Çünki o ürəkdə sizə qarşı sonsuz sevgilər var. Sizin hər birinizi sevirəm. Sizin hər birinizə, müəllimlərimizlə birlikdə dərin təşəkkürümü bildirirəm. Valideynlərimizə isə, atalara, analara, nənələrə, babalara, bugün bizimlə bir yerdə olduqlarına görə dərin təşəkkürümü bildirirəm. Cümhuriyyətimiz